Salam mənim əzizlərim. Hər vaxtınız xeyir olsun. Bugün gözəl gündür, 5-ci gündür, cümə günüdür. Həm Ramazandır, həm Novruz bayramıdır. Hər birinizin cümənizi, Ramazanınızı, Novruz bayramınızı təbrik eləyirəm. Neçə belə gözəl illərə çıxasınız inşallah. Neçə belə gözəl günlər nəsibiniz olsun. Hər bir kapıya sağlam həyat, ruzu, bərəkət, üzərinizdə, gözünüzdə sevinç olsun inşallah. Uzun zamandır ki, mənə sevgi ritualı xahiş eləyirlər. Mən sevgi işi görmürəm. Ona görə də sizi üçün bir sevgi ritualı paylaşmaq istəyirəm. Sizlərlə bölüşmək istəyirəm. Значит, bir dənə magiya, sevgi şamı alacaqsınız. Magiya şamları satılan yerdən sevgi üçün şam alacaqsınız. Və belə bir podnusda, indi mən bu podnusa fərqə niyə qoymuşam? Ona görə ki, mən sevgi işi görmürəm, sadəcə sizə ritualı izah eləməkdən ötürü göstərirəm. Sonra məndə indi qırmızı, qızıl gül ləçəkləri yoxdur, xrizantera ləçəkləri var. Xrizantera mənim sevdiyim gül olduğuna görə xrizantera ləçəkləri var. Значит, ne edirsiniz? İstər qadınlar, oğlan, istər qızlara aiddir bu. Zərəni öncədən onu da deyim sizə ki, unutmayın. Kimdə ağır cadı varsa, həmzət varsa, bəxtarlı yolları, bağlılığı varsa, bu ritual ona təsir eləməyəcək. Kimdə istər oğlanda, istər qızda ona təsir eləməyəcək. Sonra deməyin, biz bunu elədik, bizdə alınmadı. Küsüb gedənlərdən və yaxud da ki, sevgisi yarımçıq qalanlara aiddir bu ritual. Значит, oğlanın adına neçə yaşı təvəllüdü varsa, neçə yaşı varsa, yaşın tamamı, məsələn, 25-dir, 26-ya keçib. 26 dənə deyil. 25 dənə, qızda 22-dir, 22-yə keçib, 22 dənə ləçək alacaqsınız, qırmızı gül ləçəyi, al qırmızı gül ləçəyi və oğlanın yaşına uyğun qızın adı yazılacaq. Məsələn, yazaq, burada göstərirəm sizə, məsələn, yazırsınız Nigar, tutaq ki, amma qırmızı qələm və yaxud da qırmızı markerlə. Nigar yazdınız, üzü belə qoyacaqsınız. Tutaq ki, qızın yaşına uyğun ləçəklərimə oğlanın adını yazırsınız. Tutaq ki, yazaq, götürək, belə götürək, Asif. Asim. Asim. Düzdür, mən bunda yaza bilmirəm, həm ləçəklər xırdadır. Sizlərə bunu ona görə izah eləyirəm ki, siz qırmızı, gözəl, açılmış gül ləçəklərinə bunu yazacaqsınız və yazıb qutardıqdan sonra bax belə kruglu, çisovoy strelka saat əqrəbi istiqamətində ləçəkləri tökürsünüz. Şamın qırağına 22 yaş qızındır. Oğlanın adı yazılmış olur, oğlanın da qızın adı yazılmış olur, fərq eləməz. Yazdınız, yazandan sonra bunu şeyləyirsiniz, tökürsünüz şamın ətrafına və əlinizə alırsınız. Kimdə bal var, bal səpirsiniz. Kimdə pesok var, pesok saat əqrəbi istiqamətində səpirsiniz və şamı yandırırsınız. Şamı yandırdıqdan sonra, yandıran kimi həmən bu duanı 3 dəfə təkrar oxuyursunuz və 10 dəqiqə kimi də meditasiya eləyəcək. Duanı oxuduqdan sonra meditasiya eləyirsiniz. Demək belə, mənə oğlanlar yandırırsa qızın adını deyəcək, ana adını deyəcək, ana adını bilmir. Həvva qızı, qızlar yandırırsa oğlanın adını, ana adını bilmirsə Həvva oğlu deyəcək, sonra duanı davam eləyəcək. Mənə, məsələn, Həsən Həvva oğlunu və yaxud da
Gülay Həvva qızını özümə tərəf çağırıram. Əsl sevgi ilə məni sevməyə çağırıram. Əyri yoldan, pis qismətdən, şeytan tələsindən, hiləli ustaların əməlindən, cadusundan uzaq ol. Allah rızası ilə mənə geri dön. Tək olan Allahın adı ilə müqəddəs ata və müqəddəs oğul və müqəddəs ruh naminə. Amin, amin, amin. Bunu dedikdən sonra bir 10 dəqiqə kimi meditasiya edirsiniz. Yəni oğlanın görüşünüzü, sevginizi, ailə həyatı qurmağınızı gözünüzün qabağına gətirirsiniz. Gözlərinizi yumaraq meditasiya edirsiniz. Şamı qoyursunuz, yanır, qutarır. Qutarandan sonra şamın içindəki şam və ləçəklər qarışığında bir kloka tökün. Amma klokla bərabər deyil. Bunu diqqətli olun. Xahiş edirəm. Videoya axıra qədərində baxın. Baxın və mənə orada yazırsınız. Hamı yazır. Eyni şeyi təkrar yazıram. Yazdırıram. Eyni şeyi təkrar deyirəm. Bu da mənasız bir şeydir. Vaxt itkisidir. Klokda bir hər hansı ən yaxşı çinar ağacıdır. Öz evinizə yaxın, zeytun ağacıdır, həyətiniz var, alma ağacı, ən yaxşı ağaclardandır, yəsəmən ağacı, ən yaxşı bax bu ağaclardır ki, onların altında quyu qazacaqsınız və klokdan çıxardaraq onları tökəcəksiniz onun içinə, üstünü də bağlayın, 7 həftə, hər həftə bunu ardıcıl təkrar edin. Allahın izni ilə, Allah hər kəsi müqəddəs sevgi ilə sevən, təmiz sevgi ilə sevən hər bir oğlumuzu, qızımızı Allah Taala öz sevgilərinə qovuşdursun. Şeytan əməlləri yolumuzdan uzaq eləsin. Bu mübarək gündə ailə qura bilməyənlərə gözəl ailə, gözəl qapı nəsib eləsin. Yəni ömrünün axırısına qədər ailə sahibi olacaq, sevəcək, xəyanətsiz bir ailə sahibi eləsin. Həm oğlanlarımıza, həm qızlarımıza. Bir də bir şeyi bəzilərinin nəzərinə çatdırmaq istəyirəm. Kim mənim videolarımı götürür, halallaşmasa da halal xoşu olsun. Amma öz adından istifadə eləmək düzgün deyil. Yenə də özü bilsin, Allahı bilsin. Çünki axirətdə soru-sualımız var. Və bəzi cadugünlərə, bəzi baxıcılara sözüm var ki, ay insanlar, mən cadu eləmirəm. Öz əməllərinizi mənim üstümə yıxaraq tanımadığım adamları mənə şikayət elətdirməyin. Bu mənasız və artıq bir şeydir. Və həmin insanları bu mübarək günə öz Allahlarına tapşırıram. Sizləri sevirəm əziz xalqım. Sizləri öpürəm, böyüklərin əllərindən, gözlərindən öpürəm, balacaların üzlərindən öpürəm, özümdən balacaların, özümdən yaşıd olanların, həmçinin üzündən və əllərindən, istər qadın, istər kişi. Allah Taala xalqımıza pis gün göstərməsin, ən gözəl günlərdən nəsib eləsin.